evdə tətbiq olunan üsullar qalsın bir kənara. Xəstələrin bəzi əksəriyyəti üst tutur naftalana. Naftalanın nə qədər hələ insana faydası var və yaxud da ki, insanlarımız istəyir ki, bir şey hər şeyin dərmanı olsun. Mən bir dənə şey tutaq ki, məsəl üçün, kələmi qaynadım, qoyum dizimə və ya naftalanı sürtüm dizimə, öskürəndə ciyərimə naftalanı sürtüm yaxşı olum, nə bilim, başım ağrıyanda başıma naftalanı sürtüm yaxşı olum. Yəni, istəyirlər ki, bir dənə amil bütün xəstəliklərin çarəsi olsun. Xeyr, ola bilməz. Niyə görə? Çünki xəstəliklərin yaranma mənşəyi, mənbəyi və səbəbi eyni deyil. Ona görə də naftalanın ümumiyyətlə belə pis çıxmasın. Naftalan əgər elə bir faydalı bir şey olsaydı, əmin olun ki, yəni bütün dünya onun üstündə, məsələn, özünüz görürsünüz ki, qara qızılın üstündə bütün dünya bir-birini qırır. Nə qədər müharibələr görmüşük indinin özündə də. Naftalan elə bir dəyərli şey olsaydı, bütün dünya onun üstündə bir-birini qırardı. Məncə, doktor, bu psixolojidir.